9 mayda Azərbaycanın gözəl köşələrindən biri olan İmişli rayonunun ərazisində Sovet imperiyasının bayrağını qaldıran Salih Səmədovu həbs ediblər. Yayılan məlumatlara görə adamın mülklərinin sayı hesabı yoxdur. Şadlıq sarayları varmış, restoranları varmış, çay evləri varmış, dərmanı varmış, ərazisi varmış, osu varmış, busu varmış. Heç bu bizi düşündürmür. Amma məsələnin ilginc tərəfi orasıdır ki, Azərbaycanın varidatın, Azərbaycanın suyun, havasın həzm edən bu insan öz vətəninin düşmənlərinin bayrağını qaldırdı. Əlbəttə ki, onu indi hansı səbəblə həbs ediblər, bunu xüsusi xidmət orqanları, mühafizə orqanları bilirlər. Amma mən bir sadə Azərbaycan vətəndaşı olaraq istərdim ki, onun əlində nə varsa, A-dan Z-ə qədər alınıb Azərbaycandakı uşaq evlərinə verilsin. Onun ayağındakı ayaqqabı belə alınıb uşaq evlərinə verilməlidir. Əgər sən düşmənin bayrağını qaldırırsansa, işğalçıya xidmət edirsənsə, vətəninə, xalqına xəyanət edirsənsə, sənin alacağın cavab budur. Amma bizi düşündürən başqa məsələdir. Bitdi mi Salihlər? Qurtardılar mı? Neçə mindilər bunlar? Hər zaman mən söyləyirəm sizə, əziz dostlar. 200 il içərisində Rusiya Azərbaycanı öz işğalında saxladığı müddətdə burada minlərlə, 10 minlərlə agent yetişdiribdir. Və onlar bugün sakit oturublar. Səslərini çıxarmırlar. Mən verilişlərin şərhlərində yazılan yazılardan o nəticəyə gəlirəm ki, Salihlər bitməyibdir. Onlar minlərləndir, 10 minlərləndir. Və Azərbaycan xalqı onlara qarşı çox amansız müharibə aparmalıdır. Əlbəttə bizə parçalanmaq olmaz. Əlbəttə Azərbaycanın daxilində fikir müxtəlifliyinə düşmən olmaq olmaz. Amma Rusiyanın, İranın, Ermənistanın, Fransanın apardığı siyasətin ocağına odun atan, işğalçıya yardım edən, öz dövlətinin müstəqilliyinin əleyhinə səsini qaldıran hər kəs vətənə xəyanətdə suçlanmalıdır və ona cavab istənilməlidir. Sən nə deyib Azərbaycanın, müstəqil Azərbaycan ərazisində Sovet İttifaqının bayrağını qaldırırsan? Ona görə biz hər birimiz sual verməliyik ki, bitdi mi bu Salihlər? Əli Heydər Qarayevlər bitdi mi? Bitməyiblər. Baxın, üstündən bir əsrdən artıq zaman keçibdir. Amma Rusiyanın burada yetişdirdiyi casus şəbəkəsi hələ də yerindədir. Və bizim müstəqilliyimizin düşmənləridir onlar.